Salam. Baharın gəlişini müjdələyən, xalqımızın ən qədim bayramlarından biri olan Novruz artıq qapdadır. Bu bayramın özünə məxsus adət-ənənələri və maraqlı mərasimləri var. Bəs insanlar bu bayramı necə qarşılayır? Elə bunu bilmək üçün xalqımıza üz tutaq. Salam. Sizcə Novruz bayramı əvvəlki kimi qeyd olunur, yoxsa hansı adət-ənənələr unudulub? Onlar kim qeyd olunanlar da var, unudulanlar da var. Daha qapı tutmaq falan daha yox. Keçmişdə var idi. Çox sağ olun. Novruz bayramını harda qeyd edirik? Və bugünkü Novruz bayramını harda və kimlə qeyd etmək istəyərik? Türk bayramı, Novruz bayramını 2 il bundan qabaq evimizdə etmişdik. Ondan sonra da bir il fasilə vermişik, etməmişik. Necə qəm veriyorsunuz? Baş vermiş faciə əsasında. Bugünkü Novruz bayramını da görək, əgər mümkün olarsa, istəyirik ki, şəhərdə sana qeyd etsin. Pulunu satsaq, pulunu olmasa. Təşəkkür edirik. Çox sağ olun. Qabaq işimiz qabaq Novruz bayramı gəlir. Yükçülər Novruz bayramı gəlir. Biz Novruz bayramı gələndə bayram yanında hep bayram hər vaxt əhvallı yazılar nəslər hissələrsə. Qabaq Novruz bayramında hammış çox keçər. Meyxanada həmişə hər gün salam. Yəni bayram idi, afaqatçı, olmasa bütün hər şey əlində dəyişir. Sınmadı. Yəni effektiv verir. Nə Novruz bayramı nə də yani qabaqca effektiv. Hər gidə verir. Sağ olun. Bayram qabaq. Mükəmməldir. Hava olmalı məncə. Şirin olmalı. Sizcə? Məncə aş olmalıdır, çünki aş Azərbaycanın milli mətbəxini təmsil edir. Çox sağ olun. Təşəkkür edirik. Novruzda ən sevdiyiniz adət-ənənə hansıdır? En çok sevdiğim adet-ənənə Novruzda paxlava yemək, bir də plov yemək, üstündə aşqaranlıqdan belə olur qəşəng. Ondan yeyərik hər Novruz. Yox, hər Novruzda həmişə yeyərik. Çox sağ olun. Bayram necə təsəvvür edərdim? Ənənəvi bir milli bayramdır deyərdim. Tonqaldır, bizim əsas atributlarımız Novruz bayramında. Xonçadır, səmənidir. Sonra nə var? Şəkərbura, paxlava. Nə bilim, yəni aklıma bunlar gəlir ancaq. Başqa necə təsəvvür edirlər xarici təsvir. Məsələn, onlarda nə var milli bayramlar? Halloween'dır, bizdə də məsələn Novruzdur, keçər Kösal. Oldu, çox sağ olun. Əvvəlki monarx deyəndə mən özüm dayanana, yəni tələbəyin halında burada təmsil oluram. Rayonda olanda bu adəti davam etdirirdik. Qapılara gedirdik, bu olaraq. Bura gələndən yox. Yəni, nə yalan deyim, burada gələndə